Hər vaxtınız xeyirli olsun, hörmətli kanal izləyiciləri. Bugün Novxandayıq. Novxanıda dənizə yaxın, yola yaxın 30 sot torpaq sahəsində sənədləri tam qaydasında olan, bax belə bir necə deyirlər, yarımçıq tikilisi olan, 2 dənə həyətində belə bir tikili olan bağ evindəyik. Ev köhnə evlərdəndir, yəni çoxdan tikili evlərdəndir. Artıq istifadə olunmur, yəni ev sahibi çox gec gəlib və satmaq qərarına gəlib buranı. Qeyd etdiyim kimi 30 sot torpaq sahəsindədir. 4 metrədən artıq 5 metrə yaxın belə bir darvazası var. Müxtəlif növ meyvə ağacları var, üzüm çardağı, hovuzu var. Burada belə bir hovuzu. Burada belə bir yarımçıq tikilisi var ki, girişdə 5-6 otaq, 2-3 ya 4 hamam otağı, çox möhkəm tikili bir evdir. Sadəcə olaraq yarımçıqdır. Burada isə 4 otaqlı, 2 hamam otağı, mətbəxi, burada bax belə bir qarajı, qaraj deyəndə, yəni bax belə bir yer var ki, bax buralardan tam istifadə etməli. Sadəcə olaraq təmir işlər lazımdır. Burada bu evlərdə təmir işlər lazımdır. Burada da belə bir girişi, yəni üstünə göründüyü kimi də belə bir beton vurulur. Armaturlardır, çox qalın armaturlardır. Keyfiyyətli tikilisi var. Sadəcə burada qapılar bağlı olduğu üçün bu hissələrə keçib evə baxa bilmirik. Burada bax həyətini göstərim. 30 sot torpaq sahəsində tikilib. Sənədlər də tam qaydasındadır. Evin də torpağın da sənədləri var. Buradan da belə bir tikilisi. Belə bir geniş. Burada isə hovuzu. Belə bir hovuzu var. Katelnisi var. Evin, yəni bax bu evdə katelni də var. Onu da qeyd edeyim. Bax belə bir bağı. Bax, yan tərəflər hər bir tərəfi açıqlıqdır. Bağ kimi çox gözəl belə istifadə etmək olar. Qeyd etdiyim kimi müxtəlif növ meyvə ağacları var ki, bunları bir saymaq istəmirəm. Orada isə üzüm çardağıdır. Keçib orada baxacaq, üzümlükdür. Əlavə olaraq burada bir tikilisi var ki, onu da göstərəcəm. Oradan da yay mətbəxi kimi də istifadə etmək olar. Bir daha hovuzunu göstərim. Bax belə bir hovuzu var. Burada da altda belə bir garaj yeri var ki. Bax bu tikilini deyirdim ki, bu tikilidə də deməli mətbəx kimi də istifadə etmək olar, ev kimi də otaqlar kimi də düzəltmək olar. Yuxarıda da 2 otağı var ki, tam yəni göründüyü kimi təmir olunmalıdır. Burada təmir işləri lazımdır. Burada isə yenə də bağı, orada isə meyvə çardağı, orada toyuqsa saxlamaq üçün də yer saxlayıblar, yeri var orada. Tikilini bir daha göstərim. Belə bir tikilisi. Burada da belə bir çardağı. Bax, burası üzüm çardağı kimi üzümlük dediyim yerdir ki, bax, artıq burada üzümlər əkilibdir. Sadəcə olaraq baxımsızlıq üzündən meyvələrin çoxunda görürsünüz ki, ağaclar quruyubdur. Bir daha qeyd edim, 30 sot torpaq sahəsində yerləşir, Novxanıdadır, dənizə yaxın, yola, mərkəzi yoluna çox yaxındır. 30 sot torpaq sahəsi, evin də torpağın da sənədləri tam qaydasındadır. Əgər bu torpaq, bu ev haqqında maraqlı olsa, maraqlanmaq istəyənlər ekranda və aşağıda göstərilən nömrə ilə əlaqə saxlayıb daha ətraflı məlumat əldə edə bilərlər.